Xoş gördük əziz dinləyicilər. İranla bağlı, Fars milləti ilə bağlı və bu regionumuzla bağlı bir tarixi ekskursiya etmək istəyirəm və sizdən çox rica edirəm. Bunları həmişə yadınızda saxlayın və çalışın bu belə videoları paylaşın ki, çünki çox insanımızın heç nədən xəbəri yoxdur, tarix bilgiləri də kifayət qədər azdır. Bu günlərdə narahat verici məqamlardan biri hər zaman məsələn Azərbaycan milliyyətçiləri olsun, istər türkmanlar olsun, türklər olsun, hər zaman narahat olduqları nədir? Baxın, İranda Fars şovinizmi davam edir. Fars şovinizmi hər zaman Türkiyə qarşı mübarizə aparır. Fars şovinizmi Türk adlarının, Türk toponimlərinin aradan çıxarılmasına çalışır. Bütün bunlar tamamilə doğrudur. Amma gəlin bunu əslini izah eləyək ki, bu nə deməkdir? Əvvəla, mən çox fəxr edirəm ki, Fars toplumu hər zaman Türkman toplumuna qarşı mübarizə aparıblar. Niyə görə aparıblar? Baxın, Fars dövləti, bilirsiniz, Midiyadan bu tərəfə Sasaniliyi və yaxud da Əhəməniliyi qazandıqdan sonra yenidən bunu ərəb işğalı ilə itirdi. İtirdikdən sonra 1000 illik Türkman imperiyasının altına, belə deyək, nəzarəti altına düşdü Farslar. Və Farslar kifayət qədər etiraf etmək lazımdır ki, mədəni gücə malik olan, mədəni dilə malik olan bir millətidir. Və bu mənada o heç bir formada Türkə qalib gələ bilmədi. Hakimiyyətini Türkə uduzdu. Baxın, Farsların mübarizəsi ayaq üstə qalmaq mübarizəsi olub hər zaman bu bölgədə. 1000 ildir ki, Farslar mübarizə apardılar, artıq hakimiyyətə keçə bilmədilər, hakimiyyəti əldə edə bilmədilər, mədəni mübarizənin, mədəni müharibənin əsasını qoydular. Bu əsas da Firdevsi ilə başlayan bir əsasdır, bir Fars milliyyətçiliyini, Farsın mədəniyyəti ilə onu saxlamaq, onu qorumaq. Həmişə azlıq olduqlarına görə, həmişə hakimiyyətə artıq gələ bilmədiklərinə görə bu müharibə başlandı. Bu müharibə də hər zaman İran daxilində, indiki İran daxilində deyirəm, çünki bu imperiya bizə məxsusdur. İran daxilində hər zaman türkmanlandı, hər zaman türkləndir. Çünki türklə mübarizə aparmaq Farsın ayaq üstə qalması məsələsidir. Və doğrudan da doğrudur, haqq qazandırmaq lazımdır. Əgər Fars türklə mübarizə və müharibə aparmasaydı, mədəni ekspansiya, mədəni müharibədən gedir əlbəttə ki. Çünki onun artıq yüksək səviyyədə siyasi müharibə aparmaq imkanı yox idi. 1000 ildə artıq olmadı, mümkün olmadı. Və o mədəni müharibə aparmalı ki, ayaq üstə dursun və o mədəni müharibə ilə məhz türk dilinin müəyyən mənada qabalığı, məhz müharibə dili olmasa, eynən Avropada ingilislərlə türkləri bərabər tutmaq olar ki, 16-17-ci əsrə qədər ingilis dilinə axmaqların dili deyirdilər. Bütün dillər, bütün mədəni hadisələr fransız və alman dilində baş verirdi. Eynən şərqdə də eyni hadisə baş verirdi. Eyni hadisə. Fars və ərəb dili mədəni dil, amma türk dili biraz qaba dil sayılırdı. Ona görə də məhz elə türklər də əslində qalsa Fars dilinə töhfə verdilər. Şairlər, şeirlər yazdı, alimlər Fars dilində danışdılar və s. və ilaxır biz bunları bilirik. Ona görə də buna heç vaxt əziyyət çəkmək lazım deyil. Buna heç vaxt qısqanmaq lazım deyil. Günü bu gündə yenə də Farslar ayaq üstə durmaq üçün İranda yalnız türklərə qarşı mübarizə aparırlar. Və bu da onların ayaq üstə qalmaq mücadiləsidir. Buna pis baxmaq lazım deyil. Onlar mübarizə aparmasaydılar, heç vaxt ayaq üstə dura bilməzlər. Amma bizim isə bu məsələyə laqeyd olmağımızın ən böyük şərti ondan ibarətdir ki, biz imperiyalar yaradan millətlər, imperiyalar yaradan dövlətlər heç vaxt kiçik məsələlərlə məşğul olmurlar. Heç vaxt balaca kiçik milliyyətçilik məsələlərlə məşğul olmurlar. Əgər o dövrdə belə milliyyətçiliyi ilə məşğul olsaydılar, onda Fars deyə bir toplum dünyada qalmazdı, yəqin hamısını qırıb qutarardılar. İkinci gəlirəm ən vacib olan məsələyə ki, məhz bu mədəni ekspansiya 1925-ci ilə qədər davam etdi. 1925-ci ildə məhz Qacarlar öz belə ingilislərin köməyi ilə öz mehdərlərinə hakimiyyəti verdilər. Yəni, kimlər gəldi? Pəhləvilər gəldi hakimiyyətə. Baxın, Pəhləvilərin hakimiyyətə gəlməsi rıçağı ingilislərin təkidi ilə necə oldu? Burada Türk Cumhuriyyəti yaranmışdı. Biraz da bu məsələ vardı. Konduktor tamamilə fərqli idi. Necə oldu? Tam bir Fars şovinizmi üzərindən bir dövlətçilik, bir şahlıq rejimi yaratdılar. Və bütün hakimiyyət və bütün mübarizəsi Fars üzərindən başladı. Və mən deyim sizə ki, bu Fars dünyasının ən böyük məğlubiyyəti idi. Eyni bu hadisə Ermənistanda da baş vermişdi. Mən bunu sizə izah edəcəm. 1925-ci ildəki məhz ingilislərin təkidi ilə Fars
mədəniyyəti uğrunda, fars dilli bir siyasətlə, hər kəsi özündən uzaqlaşdırma siyasətini ortaya qoyduqdan sonra o artıq fars rejimi çıxılmaz bir dalana dirəndi. Bir neçə dəfə tarixdə hadisələr baş verdi ki, bu dilemadan, bu qapalı sistemdən çıxa bilsinlər, amma çıxa bilmədilər. İndi bunu sizə izah edəcəm. Düzdür, nə qədər də fars siyasəti yürütməyə çalışsalar da, yenə də hakimiyyətin yanında, bucağında türklər idi. Çünki əhalinin 50%-dən çoxu türküdür, çoxluq türküdür. Çoxluğun türk olduğu bir vaxtda azlıq hakimiyyətə gəldikdə ən böyük səhvlərdən biri odur ki, o milliyyətçi bir siyasət yürütsün. Bu ən böyük səhvdir. Farslar bunu etdilər. İndi keçərək Ermənistana bir paralel aparaq. Baxın, ermənilər də azlıq idi. Arxasında Rusiyanı gördü, Fransanı gördü, onu bunu gördü. Gəldi 50 milyonluq, 100 milyon, 150 milyonluq türkün ərazisinə girdi də burada mən qalacağam. Ya bura mən tutmuşam, gücüm də var, arxamda var. Amma nə oldu? Üstündən cəmi cümlətanı 100 il keçdi. Baxın, eynən İranda da üstündən 100 il keçdi. Fars şovinizmi üstündən 100 il keçdi. Erməni şovinizmi üzərindən 100 il keçdi. 1923-cü ildə Stepanakert muxtariyyəti yaratdılar. Düz üstündən 100 il keçdikdən sonra 2023-cü ildə o Stepanakert Xankəndiyə çevrildi və bu günləri ən ağıllı erməni olan Paşinyan bütün dünyaya düşüb ki, deyir bu torpaqda bizim deyil. Siz Allah çalışıram bir dənə buranın kupçasını alıb. Sizin qaldığınız evlər də sizin deyil. Heç bizim vətənimizin kupçası yoxdur. Qalmışdı evinizin kupçası olsa. Ən ağıllı erməni o başa düşdü ki, biz kiminsə təkidi ilə 150 milyonluq bir əhalinin içinə girib mən buranı tutacağam azlıqla. Bu ən böyük səhv imiş. Ola bilsin vaxtında güclü olmusan, arxın olub. Amma bu gün o konjunktur dəyişən kimi sənin başından bir dənə vurdular və bu günləri o balaca bir ölkənin 29 min kvadrat kilometrlik ərazinin kupçasını istəyirsən. Hər yerə gedir o kupçanı gedir. Çünki ağıllı ermənidir. Keçirik İrana. İranda da 100 ildən sonra qara döngü və İranın başına bombalar tökülür. Gəlirəm indi o istiqamətə. Bu azlıq fars şovinizmi ilə içəri girdikdən sonra bunu istədi dəyişsin. 1950-53-cü ildə bunu dəyişməyə çalışdılar. Bu da elə Azərbaycanlı Qacar nəslindən idi. Düzdürmü? 53-cü ildə istədi demokratiya gətirsin. Çünki görürdü ki, bu fars şovinizmi millətləri ayrışdırdı və buradan çıxmaq lazımdır. 1953-cü ildə yenidən bildiyiniz rəhbər də aradan götürüldü. Amerika fars milliyyətçiliyini, əslinə qalsa İran dövlətçiliyini elə bir çıxılmaz yerə sürüklədi ki, daha oradan çıxış mümkün olmayacaqdı. Nəhayət 78-ci ilə, yəni fars şovinizmə doğru getdi. 78-ci ildə yenidən hadisə baş verdi. Yenidən o qara qapanma, o dövrənin qapanması baş verdi. Yenə orada türklər qalxdı ayağa. Yenə də şəriət mədar kimi şəxsiyyətlər ortaya çıxdı. Dedi, bəsdirin, burada bir xalq dövləti olmalıdır və millətlərin də haqları tanınmalıdır. Çünki artıq fars şovinizmi o millətləri ayrışdırmışdı. Hökumət özünü fırlada bilmirdi, çıxa bilmirdi bu situasiyadan. O İngilisin, Amerikanın saldığı o situasiyadan, erməni situasiyasından çıxa bilmirdi. Nəhayət 78-ci ildə də bunu etmək istədilər, alınmadı. Yenə də Xumeyni gəldi. Xumeyni də başa düşürdü ki, bu qara döngüdür. Xumeyni də başa düşürdü ki, Pəhləvilər onları fars şovinizmi ilə, azlıqla elə bir dalana salıblar ki, orada bütün millətlər onun düşməninə çevrilir. Çoxluq, azlıq olaraq böyük səhv edib. Bunu gördü. Nə etdi? O saat çalışdı ki, ümmətçilik pərdəsini gətirsin. Ümmətçilik pərdəsi. Baxın, ümmətçilik, biz heç bir milliyyət məsələsini ortaya qoyuq. Biz nə farsıq, nə türkük. Biz şiəyik, biz İslam dövlətiyik. Amma bütün bunlarla bərabər Xumeyni buradan çıxış yolunu görmədi. Çıxış yolunu görməyib bunu bu formada kamuflaj etmək istədi. Amma yenə də Pəhləvilərin o Sasanili və yaxud da fars şovinizmini yenə altdan hərəkətə keçirməyə başladı. Nə qədər özünə İslamçı, nə qədər özünə yeni bir şiə dini yaratdı. Bəzi insanlar bunu Şah İsmaildən gəldiyini deyirlər. Qəti deyil. Şah İsmail panteist və İsni Əşəri idi. Vilayət-i fəqih sistemi tamamilə İslam dininə, şiə dininə bir yamaqdır. Bu Xumeyninin dinidir. Dövrünün zaten ayətullahları bunları qəbul etmiyor. Bunu heç vaxt şiəli ilə bərabər tutmaq olmaz. Nəysə, Xumeyni şiə dövlətini
Şiə dövlətini yaratdı, vilayət fəqih sistemini yaratdı, amma yenə də qara döngüdən çıxa bilmədilər. Yenə də fars şovinizmi yerlərdə, ərazilərdə xalqları ayrışdırmaq, fars dilinin dövlət dili elan edilməsi, insanlara öz milli dillərində dil verməmək, təhsil verməmək və s. Baxın, görürsünüz, konstitusiya gətirilər, 19-cu, 15-ci maddə indi nə qədər qalır? Bütün millətlərə, Azərbaycan xalqına öz dilindən mədrəsə verəcəklər. Vermədi, Xümeyni də yalançı çıxdı, çünki o qara döngüdən o da ölkəni çıxarda bilmədi. Və nəhayət 100 il eynən Xankəndi, Stepanakert 100 il, eynən İran hadisəsi 100 il. 1925-ci ildə Qacarlardan fars şovinizminə giriş, 2025-ci ildə yenidən xalq bu qara döngü üçün ayağa qalxdı və bilirsiniz 2025-ci ilin sonunda bunları qırdılar və qırdıqdan sonra artıq bu dəfə Xumeyninin təbliğ etdiyi İmam Zaman yox, Trump gəldi və indi onların başına zərbə vurur. İranın başına zərbə vurur 100 ildən sonra. Yəni çünki o fars azlıq şovinizm ki içəri girdi, o qədər ki 1000 ildir dövlətçiliyi görməmişdilər və bu acgözlüklə bura girdilər. Əlbəttə İngiltərənin və Amerikanın da çox böyük rolu oldu bu məsələdə, amma nə qədər böyük səhv etdiyini gördülər və bu səhvin nəticəsi də bu gündür. Baxın, bu günləri ağıllı insanlar demişəm sizə, Pezeşkiyan olsun, Ruhani olsun, Mir Hüseyn Musəvi olsun, niyə görə Amerikaya məktub yazırlar, niyə görə tez eləyin islahata gedin deyirlər, bilirsiniz nədir? Amerikanın və İsrailin İrana zərbə vurması jurnaldır. Ən dəhşətlisi bilsən də İranın rəhbərləri, ağıllı insanları ən çox qorxurlar. Bilirsiniz nədən? Ondan qorxurlar ki, artıq Sepahın içində adam da qalmayıb. Hamısı öldürülür. Gündən-günə də zəifləyir. Gündən-günə zəifləmiş Sepahdan sonra mərkəzdən qaçma baş verərsə, əgər Kürdlər, Bəluclar vətəndaş müharibəsinə qalxarsa, bax bu ən böyük faciə olacaq və bu İranın da, farsların da ən böyük faciəsi olacaq və həqiqətən bundan sonra nəinki Pezeşkiyan, nəinki Mir Hüseyn Musəvi, doğrudan da İmam Zaman belə gəlsə daha İranı bir araya gətirə bilməz. Baxın, ona görə də bugün bütün baş bilənlər bildirir ki, islahata getmək lazımdır. Bu qara döngünü 100 il təhər bücür ölümlə, qırğınla gətirdiniz. Bundan sonra islahat lazımdır. İslahat da nədir? İslahatda Türkman məsələsi önəmlidir. Türk məsələsi önəmli olacaq. İran xalqlarının millətlərinə hörmət önəmli olacaq. Çünki bunsuz aparılan o köhnə erməni siyasəti heç yerdə baş tuta bilməsən. Azlıqla, milyonlarla olan bir qövmün içinə girib, hakimiyyəti ondan alıb heç bir iş görə bilməzsən. Təşəkkür edirəm diqqətinizə görə.